Ləbbeyk, la şərikə ləkə ləbbeyk. Səndən başqa Allah yoxdur. Sənin dəvətini qəbul edim. İnnəl həmdə və ni'mətə ləkə vəl mulk. Tərif də sənə məxsusdur, neymət də sənə məxsusdur, mülk, bütün aləmlərin mülkü sənindir. Sənin dəvətini qoyub kimə gedim cavab verim? Heç kəsə. Gəlin xeyirli işə tərəf. Allah pis işə çağıran adamı. Allah bizə özümüzdən daha mehribandır. Deyir, gəlin xeyir işə tərəf. Tələsün nicat tapmağa, həyyə aləl fəlah. Tələsün qurtuluşa tərəf, nicat tapmağa. Amma adamlar arxa çevirib gedir. İndi bir adam da ki, arxa çevirməyib gəlib Allaha tərəf. İndi Allah deyir, mən təəccüb edirəm bu bəndəyə. Ki, gəlib diyanıb, amma fikri dünyasının yanında. Yəni, bu ədəbsizlikdir bir adamla söhbət eləyəndə, üzünü o yana çevirəsən, ədəbsizlik. Allah da maddədir. Deyək ki, qabağımızda da üzümüzü çevirməyək. Allaha da üst çevirməyin mənası budur ki, qəlbin Allahın yanında olmaya. Öyle ona benzir ki, arxa o çevirmirsən Allaha, ibadət eləyən halda. Ona görə Allah Quranda və hədisdə var. Buyurur ki, namaz qılıb bizə diqqət eləməyənlər qorxmurlar ki, onu ulaq şəklinə salar o, üzr istəyirəm. 4 ayaqlı heyvan şəklinə salar o. Namaz müminin meyracıdır, Peyğəmbər buyurur. Namaz müminin ruhunun meyracı. Allah Peyğəmbərini necə meyraca apardı, namaz da müminin meyracıdır. O insanlar ki, namazın ləzzətini bilib, alimlər deyir, kaş dünyanın şahları o namazın ləzzətini bilsəydilər, əlində olan sərvətləri qoyub, hamısı namaza üst tutardı. Bizim böyüklərimiz belə olur. Şeyx Ənsari haqqında yazırlar ki, isti gündə dərsdən gəldi, dodağı qurumuşdu susuzluqdan. Evdəkilərə dedi ki, bir stəkan mənə sərin su gətirin. Suyu gətirənəcən dedi, fürsətli 2 rükət namaz qılın. Deyir, namazı başladı, o qədər qərq oldu namazın ləzzətinə ki, 1 saat namaz qıldı. Sonra deyir, namaza ayrılanda gördü ki, su da qızıb evin istisindən. Susuzluq da yaddan çıxır, aclıq da yaddan çıxır. Peyğəmbər deyir, az yiyir doyur, mən namazdan doymuram. Bizim Peyğəmbər deyir. Nə qədər adamlar namaz qılıb, amma Kərbəlada aşiqlərin Aşura gecəsi qıldığı namaz niyə dillərin əzbəridir? Ona görə ki, namaza bir ömür əməl elədilər namazın sözünə. Namazın sözünə əməl elədilər. Biri var sözü danışasan, Yezid də deyirdi, mən haqqa bərqərar eləmək istəyirəm, İmam Hüseyin ağa da deyirdi. Sözlərinə baxanda deyirsən ki, elə bu da deyir haqq, bu da deyir haqq. Amma əməllərdə bəlli olur ki, hansının sözü əməli ilə düz gəlir. Orada bəlli olur. O aşiqlər ki, o gecə ibadət eləyirdilər Allaha, onların meyraz gecəsi idi o. Ona görə belə təsirli idi ki, onlar namaza əməl eləyirdilər. Namaz üçün o qədər ki, faydalar yazıblar, o faydalardan heç biri mənə qismət olmur. Ona görə qismət olmur ki, namazın həqiqətinə əməl eləmirəm mən. O bir alim deyirdi ki, İyyəkə nə'budu və İyyəkə nəstəin. İlahi, sənə pərəstiş edirəm və səndən kömək istəyirəm. Bunu adam yalan desə, axı sənə pərəstiş eləmirəm mən. Mən gündə 100 dəfə nəfsimə pərəstiş edirəm. Onda yalana görə namaz da bizim tənəzzülümüzə səbəb olar. Şeytanın ən əsas hədəfi bizim namazlarımızdır. Çünki qiyamətdən namazı bizdən qəbul eləsələr, xoş bizim halımıza. O gün mən bir alim dua elirdi, mən eşitdim onu. Yaxşı dua elədi o. Dedi ki, cəhənnəm odur, əzab, bunlar öz yerindədir. Amma deyir, kül onda olar mənim başıma ki, qiyamətdə məni aparasan, o bədəni tikə-tikə olmuş Hüseynin huzurunda saxlayasan. Deyəsən ki, utanmadın, özü bunun şiyəsi adlandırdın, amma buna layiq olmadın. Onda deyir, nə külü tökərəm mən başıma. Cəhənnəmdən çox ağır bir şeydir o.
Sənə deyəcəklər, sənin imamın bax namaza bu cür vurğun idi, ibadətə bu cür aşiq idi. Onunla səni müqayisə edəcəklər. Əli haqqın mizanıdır, hədislərdə var. Əli əleyhissalam. Onun ibadəti ilə bizi müqayisə edəcəklər. Namaz ona görə ləzzət eləmir bəzən, ona görə ki, namazdan sonraki əməllər namazla uyğundur. Hədisdə var, kim qeybət eləsə 40 gün Allah namazını, ibadətini qəbul eləməz, ta halallıq alana qədər. Adam ki, nə istəyir rəyindən keçir, hər adamın sözünü danışır, onun ibadəti də qəbul olmaz. Hədisdə var, kim bədəxlaq olsa, kobud rəftar olsa, cəmaatın ürəyini sındırsa, Allah namazını qəbul eləməz. Hədisdə var, bir dəfə insan qəzəblə valideyninə baxar. Valideyn ona zülm eləsə belə. Bir dəfə valideyninə qəzəblə baxa, Allah onun ibadətini qəbul eləməz. Namazını qəbul eləməz. Valideyn nahaq ola, haqq yox. Valideyn nahaqdır, mən haqqam. Valideynə qəzəbli baxan adamın ibadəti qəbul olmaz. Bunu Peyğəmbər buyurur. Kim cəmaat namazını tərk eləsə, Allah onun namazını qəbul eləməz. Xüsusən cəmaat namazı məsciddə qılınan vaxt tək namaz qılan adamların Allah namazını qəbul eləməz. Bunu Peyğəmbər buyurur. Başqa yerdə buyurur, kim ki cəmiyyətə biganədir, qazancından cəmiyyətə xərcləmir, fəqirlərə xərcləmir, əqidəsinə xərcləmir, haqqa xərcləmir, Allah onun ibadətini qəbul eləməz. Bu məsələlərə gərək fikir verəsən ki, namazda Allah dərgahında qəbul olar. Deyir, təəccüb edirəm o bəndəyə ki, bugünün yeməyini vermişəm ruzusunu, sabahın dərdini çəkir. Və təəccüb edirəm o bəndəyə danışır, gülür, kef eləyir, amma bilmir ki, mən ondan razıyam ya yox. Bilmir ki, mən ondan razıyam ya yox, bunu bilməyə necə sevinir. Birdən məndən Allah razıdır. Əlbəttə mənasıdır, gülməsin insan. Yəni buna narahatdır ki, mən ondan razıyam yoxsa yox. Allah bizi öz istədiyi bəndələrindən qərar versin ki.